Abşeron rayonunda yerleşen şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramizoğlu Allahverdiyevin sağ əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş Teymurun əli amputasiya olunub. Faktla bağlı araşdırma aparılır. Ağstafa rayonunun Düzqışlaq kəndində də bədbəxt hadisə baş verib. Xəzər TV bildirir ki, 38 yaşlı Vəli Zeynalov qonaq getdiyi evdə avadanlıq təmin edərkən onu elektrik cəryanı vurub və hadisə yerindəcə ölüb. Qonaq gedib, axşam tərəfi gidrafor xarab olub, istəyib düzəltsin, cəryan vurub. Qonaq getdiyi evdə yaxın adamın evi idi deyə onun yaxınları bildirib. Meyit müvafiq ekspertiza aparılması üçün aidiyyatı üzrə təhvil verilib, hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam etdirilir.